Hər birinizə salam əziz dostlar. Bu gün sizlərlə mövzu izahlarımıza davam edirik. Artıq mətn informasiyanın kodlaşdırılmasını yekunlaşdırdıq keçən dərsimizdə. Bugünkü dərsimizdə isə kompüter qrafikası ilə danışacağıq. Gəlin başlayaq. Kompüter qrafikası nədir? Ümumiyyətlə qrafik təsvir nədir? Gündəlik həyatımızda əslində şəkil terminindən çox istifadə edirik. Bu şəkil dediyimiz bir şey əslində qrafik təsvirdir. Yəni elmi adı deyək də, elmi adı qrafik təsvirdir. Bu raster qrafik təsviridir əslində. Bu kompüter qrafikası ümumiyyətlə 3 yerə ayrılır. Raster, vektor və fraktal. Nədir bunlar? Raster qrafik təsvirlər, məsələn, gündəlik həyatımızda çəkdiyimiz şəkillər raster qrafik fayllarıdır. Nədir? Yəni niyə raster deyiblər? Sadəcə piksellərdən ibarətdir deyə buna raster qrafik təsvir deyirik. Bəs vektor qrafik təsvir nələrdən ibarətdir? Onlar isə xəttlər, əyrilər, riyazi belə deyim, funksiyalar vasitəsilə yaranan təsvirlərdir. Fraktal isə eyni bir şəklin təkrarlanması ilə yaranan təsvirlərdir. Nədir bunların fərqi? Niyə ehtiyac olub? Məsələn, rasterla vektoru müqayisə eləyək. Raster qrafik təsvirlərin vektor qrafik təsvirlərdən üstün cəhəti ola bilər ki, raster qrafik təsvirlərlə yəni raster qrafikasından istifadə eləyək, daha belə deyim, canlı şəkillər, yəni çəkmək olar da, belə deyək. Ta ki mənzərə şəkli çəkmək istəyirəmsə, onda raster qrafikası mənə daha çox kömək olar, nəinki vektor qrafikası. Çünki vektor qrafikasından istifadə eləsəm, xəttlərlə nə qədər canlı bir şey ifadə, nə qədər incəliyinə kimi belə deyim, təsvir eləyə bilərəm. Yaxşı, bəs vektorun rasterdan üstün cəhəti nə olar? Vektor qrafik təsvirini nə qədər yaxınlaşdırsam, keyfiyyət ölmür, amma rasterda bu belə deyil. Gündəlik həyatımızda da bir telefonumuzla şəkil çəkəndə onu yaxınlaşdırsaq, orada pikselləri görə bilirik. Bunun nümunə olaraq biz Paint proqramında məsələn bir dənə fiqur qoyuram və bu fiqura yaxınlaşdırsam, burada biz pikselləri görmüş olacağıq. Baxın, bu kiçik nöqtə kimi belə deyim, kvadratlar piksellərdir. Yəni bunu da kənarında görə bilirik. Bura məsələn bir dənə xətt çəkim. İndi götürüm burada pozmağa çalışım. Fikir verin, baxın, mən silə bilsəm, aha, bir dənə piksel. Baxın, burada gördüyünüz balaca bu hissə, çərçivəyə aldığım hissə, bu pikseldir. Buna piksel deyirik. Raster qrafik təsvir bu piksellərdən yaranır. Belə. İndi abituriyent səviyyəsində biz raster qrafik təsvirin həcminin tapılmasından danışırıq. Vektor və fraktaldan danışılmır. Necə tapılır raster qrafik təsvirin həcmi? Əslində mətn informasiyanın həcminin tapılmasına çox bənzərdir. Biz bildik ki, raster qrafik təsvir belə deyim, çoxlu piksellərdən ibarətdir. Düzdür? Bunun həcmi isə V raster deyək. Piksellərin sayı MPX. N oxşamadır, ya səliqəli yazaq. MPX vurulsun bir pikselin həcmi VPX-dan asılıdır. Yəni piksellərin sayını vururam bir dənəsinin həcminə, ümumi belə deyim, həcmi tapıram. Piksellərin sayını çox vaxt verir. Məsələn, sualın şərtində deyir 1024 512, 1024-ün 512 ölçülü raster qrafik təsvirdir. Bundan belə çıxır ki, uzunluğunda 1024, enində isə 512 dənə belə deyim, piksel var. Yəni 210 vur 209. Yəni 219 dənə piksel var bu qrafik təsvirdə. Bəs bir pikselin həcmini necə tapırıq? Necə ki, mətn informasiya kodlaşdırması dərsində bir simvolun həcmi onun kodlaşdırıldığı əlifbadan asılı idi. Burada da bir pikselin həcmi onun rəngləndiyi palitradan asılıdır. Yəni bizdə palitralardan indi birazdan danışacağıq. Məsələn, RGB adlı bir palitra var. RGB palitrasında bir pikselin həcmi 3 baytdır və yaxud 24 bitdir. Əla, mən onda bu qrafik təsvir RGB palitrasında rənglənibsə, 219-u vuraram 3 bayta, taparam ki, bunun həcmi 3 vursun 219 baytdır. Əla. Nədir bəs bu palitra? Palitra sadəcə rənglərin kodlaşdırıldığı bir, belə deyim, toplandığı bir şeydir. RGB palitrası. RGB palitrasında olan bütün rənglər 3 əsas rəngin red, green, blue-nun qarşılığından alınır. Və hər bir rəngin 0-dan 255-ə kimi tonları var. 0-255 aralığında dəyişir. Yəni hər bir rəngin 256 dənə fərqli tonu var. Və biz də bilirik ki, 256 fərqli vəziyyəti 8 bitdə kodlaşdıra bilirik. 3 dənə rəngdir, hər biri 8 bit, ümumilikdə 24 bit və yaxud 3 bayt. RGB-nin 3 bayt olmasının səbəbi budur. Nə deməkdir? RGB 0-dan 255-ə kimi tonu var. Yəni tutaq ki da
RGB-də bir dənə rəng almaq istəyirəm. Bir dənə red qoyuram, nə bilim 10 dənə green qoyuram, nə bilim 11 dənə blue qoyuram. Bu söhbətdir. Bunu biz belə deyim, burada Paint proqramında görə bilərik. Məsələn, özümdən bir rəng yaratmaq istəyirəmsə, RGB palitrası seçilidir və məndən ədəd verməyimi istəyir. Bura verə biləcəyim ən maksimum ədəd 255-dir. 256 deyə bir şey yoxdur. Əslində yazsam da onsuz götürmür, fikir verin, 25-6. Ən böyük 255-dir. Məsələn, mən reddən 255 verdim, green ilə blue vermədim. Bu nə deməkdir? Ancaq qırmızı tökmüşəm, başqa heç nə tökməmişəm. Nə bilim 100 tonda red qarışdırıram, 50 tonda green qarışdırıram, nə bilim 55 tonda da blue qarışdırıram. Belə bir rəng alınır. Görək nə rəngdir bu? Nəsə maraqlı rəng olmadı. Yox. Yəni budur söhbət. Sonra bax, bizdə hansı palitralar var? Gəlin elə burada qeyd eləyək. RGB-dən başqa bizdə var. RGB-nin əslində RGB-nin rejimləri var. True color, bir də high color. RGB özü true color rejimində olur. Daha doğrusu high color rejimində olur. Daha doğrusu düz demişdik. True color rejimində olur. True-nu yaza bilmədik. Deməli, true nə deməkdir bu? True color-da canlı yazım yaxşı. Yəni RGB deyəndə biz true color-da başa düşə bilərik. Bu da yenə 3 baytdır, 24 bitdir. Başqa rejimi də var RGB-nin. Buradan da biti qeyd eləyək. Bu kimi yazmışıq. Hansı rejimdir? Bu high color rejimi. Burada 1 piksel 16 bitdir və yaxud deyə bilərik 2 baytdır. Sonra bizdə var hansı palitra? Monoxrom var. Monoxrom nə deməkdir? Ümumiyyətlə ağ-qara deməkdir. Və biz də bilirik ki, monoxrom. Biz də bilirik ki, iki fərqli rəngi kodlaşdırmaq üçün, yəni iki fərqli vəziyyəti kodlaşdırmaq üçün bizə 1 bit lazımdır. Deməli, monoxromda hər bir pikselin həcmi 1 bitdir. Çünki hər bir piksel bir fərqli rəngdə ola bilir. Yəni bir rəngdə ola bilir, bir fərqli deyəndə. Ona görə bir rəngdə monoxromda 1 bitsə, o deməkdir ki, bir piksel 1 bitdir. Buradan bunu anlaya bilərik. Sonra var bizdə cyan, magenta, yellow, black-ın K-sı, C, M, Y, K palitrası. Burada hər bir pikselin həcmi 32 bitdir və yaxud deyə bilərik 4 baytdır. 4 baytdır. Burada da rənglər cyan, magenta, yellow, black-ın K-sıdır. Bunların qarışmasından alınır. Yenə 8 bit, 8 bit, 8 bit, 8 bit, 4 vur 8 bit, bir pikselin həcmi olub burada 32 bit. İndi bizdə sualın şərtində desək ki, tutaq ki, nə bilim, Min24-ün 512 ölçülü qrafik təsvirdir. Monoxrom palitrasından istifadə olunaraq rənglənib, onda biləcəyik ki, hər bir pikselin həcmi 1 bitdir. Çox vaxt suallarda çaşdırmaq istəyir. Min24-ün 512 ölçülü qrafik təsvirdir və RGB palitrası ilə kodlaşdırılan zaman yalnız 15 rəngdən istifadə olunub. Bu sualı həll edər zaman bizə oradakı 15 qətiyyən maraqlı deyil. Onun üzərindən xətt çəkə bilərik. 15 olmasın, 155 olsun, nə bilim, 1 olsun. Fərqi yoxdur. Neçə olur olsun. Bizə neçə müxtəlif rəngdən istifadə olunduğu yox, palitrada olan rənglərin sayı lazımdır. Piksel sayı və həmən palitrada olan bir pikselin həcmi biz üçün önəm daşıyır. Yəni neçə müxtəlif rəngdən istifadə olunduğu heç bir önəm daşımır. Əslində qrafik təsvirin həcminin hesablanması bu formada çox rahatdır. Bizdə bu mövzuda çətinlik çəkəcəyimiz hissələr nə ola bilər? İndi burada bayaq Paint açdım. Paint nədir? Paint proqramı nə iş görür? Raster qrafik redaktordur. Yəni raster qrafik təsvirlərin üzərində nəsə proses aparmaq üçün olan bir proqramdır, Paint proqramı. Əla, belə proqramlar çoxdur. Biz burada sizin üçün rahat olsun deyə bu formada yığmışıq. Raster qrafik təsvirlər belə deyim yaratmaq, onlar üzərində nəsə redaktə etmək üçün Paint, PaintNet, TuxPaint, Photoshop kimi və s. davamını da görürsünüz. Bu proqramlardan istifadə olunur. Sonra var bizdə vektor qrafik təsvir yaratmaq üçün lazım olan proqramlar. Bunların da adlarını bura qeyd eləmişik. Bir də bizdə var 3 ölçülü, yəni 3D qrafika. 3D qrafika yəqin ki tanışdır. 3 ölçülü belə deyim fiqurların yaradıb onlar üzərində işlər aparmaq üçün olan qrafik redaktorlardır. Onların da adları qeyd etmişik. Bu mövzuda bunları əzbərləməli, yəni məcburuyuq buna deyək suallarda, çünki qabağımıza çıxacaq. Sonra bizdə var bildiyi artıq qrafik fayl nədir? Şəkil faylı qrafik faylı deyək. Yəni əslində şəkil demək düzgün deyil.
Qrafik fayl ümumiyyətlə istənilən bir faylın uzantısı olur Windows əməliyyat sistemində və biz bu qrafik fayl uzantılarını əzbər bilməliyik ki, sualda düşəndə ki, tutaq ki, qrafik fayl uzantılarını seç, bunları seçə bilək. Rahat əzbərləyə biləsiniz deyə bunların da adlarını burada qeyd eləmişəm. BMP-dir, JPEG-dir, PNG-dir, TIFF-dir, GIF-dir, ODG-dir, VMF-dir. Bunlar bizim qrafik fayl uzantılarımızdır. Bunları da əzbərləməliyik. Burada siz ikisini də eyni anda qoydum ki, rahatlıqla belə deyim, ekran şəkli alıb qalerinizdə saxlayıb hər qaleriyaya girəndə onu görsəniz, avtomatik olaraq yadınızda qalar. Qrafik təsvirin həcminin hesablanması hissəsi bu qədər idi. Bu mövzuda başqa hansı tip sual bizim qarşımıza çıxa bilər? Tutaq ki, deyir ki, raster qrafik təsvirin çevrilməsi zamanı rəng palitrasında olan rəng çalarlarının sayı dəyişdirilib. Deyir, rəng çalarlarının sayı 16 dəfə az olan palitri ilə əvəzlənib. Rəng çalarlarının sayı tutaq ki, əvvəl 256 idisə, bu çalarların sayı düşür 16-ya, yəni 16 dəfə azalanda. İndi baxın, 256 rəng çaları olanda 1 pikselin həcmi bizim üçün 8 bit idi. Bu 16 dəfə azalıb 16 dənə rəng çalarına düşəndə olur 1 pikselin həcmi 4 bit. Əla. Fikir verdinizsə 16 dəfə azalmaq 4 vahid azalmaq demək oldu. Niyə? Çünki bu 2/8 kimi baxsaq, bunu 2/4 dəfə azaldanda 8 özü 4 vahid azalmış olur. Və yaxud 16 dəfə artırsam, bir pikselin həcmi də 4 bit artmış olacaq deyə bilərik. Bu Əriy Tədris Mərkəzinin axırıncı da son sınağında ayın 16-sı 11-ci ay tarixində keçirmiş olduğu sınaqda da səhv eləmirəmsə 29-cu sualda bu bilik tələb edilirdi. Yox, daha doğrusu açıq tipli həlli tələb olunmayan sualların birində var idi. Belə deyim, qrafik təsvirin rəngləndiyi palitradakı rəng çalarlarının sayını 16 dəfə artırırdı. 16 dəfə artmaq bir pikselin həcminin 4 vahid artması deməkdir, 4 bit artması deməkdir. Bu videomuzda bu qədər. Artıq bu videomuzla biz informasiyanın kodlaşdırılması mövzusunu yekunlaşdırmış oluruq və növbəti dərsimizdən artıq say sistemləri mövzusuna keçid etmiş olacağıq. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi ilə.